Gördüyünüz bu BMW F10 avtomobili bizim servisə yaxınlaşıb. Deməli, nə problemlər? Avtomobilin üst qışqasında problem var idi. Və başlayırdı oradan yağ verməyə. Üst qışqada çart olduğunu müəyyən elədik və yenisi ilə əvəz elədik. Bu əlavə. Daha sonra isə karterdə problem var idi. Karteri yenisi ilə əvəz eləyəcəyik və üzərinə yerləşdirəcəyik, müştərini yola salacağıq. Deməli, karteri sökmüşük ki, yağı boşaldaq, sonra karteri dəyişmək üçün. Deməli, belə bir mənzərə ilə qarşılaşmışıq. Bir daha buna diqqətlə baxın. BMW F10 sürənlər, N20 motor sürənlər, baxın, hər zaman demişəm, 120 min kilometrdə avtomobilin sef və başmaq hissəsi dəyişilməlidir. Baxın, bu avtomobilin 160 min yürüyüş məsafəsi var. Neçənci ildir, qardaş? 14. 2014 modeldir. Yürüyüş məsafəsi 160 min kilometrdir. Heç vaxtda dəyişməyib. Karteri söktük ki, yeni karterlə əvəz eləyək və karterin içərindən çıxan başmağın qırıntıları. Baxın. Hamısı qırılır, bax. Yaxınlaş bura. Deməli, bu üst başmaqdır, gördüyünüz kimi. Sepdə uzanma var. Başmaq qırıqdır. Görürsünüz. Belə olduğu halda avtomobili sürmək olmaz, qəti sürətdə olmaz. Çünki bu başmaqlar sonra düşər kəfkirin başına, mühərrikə yağ qalxmaz və daha sonra isə mühərrikdə ciddi problem əmələ gələr. Bugünkü günü sizin əgər xərciniz bu sep başmağa görə 900-1100 manat arası dəyişirsə, sabahsı günü bu xərc 2000-in üzərində olacaq, rahat olaraq, yəni deyə bilərəm. Belə hallarda diqqətli olun, ən azından öz ustavınıza göstərin avtomobilinizi, yoxlanış eləsin, baxış keçirsin ki, sürə bilərsiniz, yoxsa sürə bilmərsiniz. Yəni bu sep başmaq hissəsi N20, N26 mühərriklərdə çox həssasdır. Təşəkkürlər, izləmədə qalın. Buna baxaq.